İndi 21-də deyir ki, M nöqtəsi medianların kəsişmə nöqtəsidir ABC üçbucağının. AM MC-yə perpendikulardır. Gördüyümüz kimi qeyd etdik. Və BM 12-dir. BM 12-dir. Uşaqlar, bura 12. İndi, əgər bu mediandırsa, biz bilirik ki, median təpədən başlayaraq 2K-nın K nisbətində bölünür. Yəni, 2-nin 1-ə nisbətində bölünür. Onda, bax, bura 12-dirsə, yəni 2K 12-yə bərabərdirsə, K bərabərdir ki, 6. Düzdür? Onda burada 6-dır. Doğrudur, uşaqlar. Bu aydındır. Bəli. İndi bura baxın. Görün nə qədər sadədir. Baxın bunun həlli. Burada düzbucaqlı üçbucaq varmı? Uşaqlar, həmin bu düzbucaqlı üçbucağın bu düzbucaq təpəsindən çəkilən mediandır. Niyə mediandır? Çünki onsuz da mənə deyir ki, bax bu gördüyümüz böyük, bax bu, onsuz da mediandır uşaqlar. Əgər elə bu buradan buracan median kimi gəlibsə, bax bu hissə də mediandır. Və biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzu yarıya bölür və özü də hipotenuzun elə yarısına bərabər olur. Uşaqlar, yarıya bölür və yarısına bərabər olursa, burada 6-dır, burada 6-dır. Birlikdə AC nəyə bərabər oldu? 12-yə. Bu qədər. Kim başa düşmədi?